Noyabrda doğulanların ali missiyası gizliləri açmaq, dərin həqiqətləri üzə çıxarmaq və başqalarının həyatında dəyişiklik yaratmaqdır. Bu ayda doğulan insanlar, xüsusilə əqrəb və oxatan, daxildən çox güclü enerjiyə malik olurlar. Onlar sanki qaranlığı işığa çevirən missiya ilə doğulurlar. Noyabr doğumlu insanlar, əqrəblər ruhani dönüş və şəfa missiyasını daşıyırlar. Onların əsas vəzifəsi öz acılarını gücə çevirmək və başqalarına bu gücü aşılamaqdır. Onlar gizli biliklərin daşıyıcısıdır. Oxatanlar, ali bilik və həqiqət daşıyıcısıdırlar. Missiyaları insanlara ümid, inam və istiqamət vermək, onları mənəvi yüksəlişə aparmaqdır. Bu insanlar həyatları boyu bir çox sınaqlardan keçirlər. Çünki onların daxili gücü oyanmadan ali missiyaları işə düşmür. Qısa məsləhət. Ruhən təmizlənməkdən, dua və meditasiya kimi sükunət gətirən üsullardan uzaq düşmə. Çünki sən ancaq sakitlikdə öz missiyanı aydın görəcəksən.